Biz bilirik ki, feilin təsniflənməyən formaları söz birləşməsinin əsas tərəfində işlənəndə belə birləşmələr feili birləşmələr sayılır. Bəs təsniflənməyən formalar ismi birləşmənin əsas tərəfi ola bilərmi? Bəli, təsniflənməyən formalardan məsdər, bir də an ən şəkilsi ilə düzələn feili sifətlər ismi birləşmənin də əsas tərəfi ola bilər. O zaman ki, həmin birləşmələr mənsubiyyə şəkilçisini qəbul eləsinlər. Məsələn, deyirəm ki, onun oxuması, onun uşaqların oxuyanı. Burada birinci birləşmədə onun oxuması əsas tərəfdə məsdər işləndi, amma mənsubiyyə şəkilçisini qəbul edibdir. Uşaqların oxuyanı yenə əsas tərəfdə feili sifət işlənibdir, yenə mənsubiyyə şəkilçisini qəbul edibdir. Belə birləşmələr olur ismi birləşmələr. Niyə? Ona görə ki, mənsubiyyətin əsas tərəfdə işlənməsi ismi birləşmənin qrammatik əlamətidir da. Yəni, ismi birləşmənin əsas tərəfi mənsubiyyətlə əmələ gəlir, mənsubiyyə şəkilçisi ilə. Belə birləşmələr olur ismi birləşmələr. Təsniflənməyən feillərdə birləşmənin əsas tərəfində mənsubiyyə şəkilçisi qəbul eləyəndə ismi birləşmə hesab edilir. O şərtlə ki, asılı tərəfdə mütləq yəli yallı söz işlənsin. Onun oxuması, asılı tərəfdə yəli yallı söz var. Məsələn, olsa ki, yaxşı oxuması, yaxud da ki, yaxşı oxuyanı asılı tərəfdən yəli yallı sözü götürdük. Belə olan halda belə birləşmələr ismi birləşmə hesab edilmir. Çünki ismi birləşmənin şərtlərini ödəmədi. Şəkilçili ismi birləşmələrdə nə deyirik? Asılı tərəfdə yəli yallı olmalıdır, əsas tərəfdə mənsubiyyə şəkilçili söz olmalıdır. Burada asılı tərəfdə yəli yallı söz işlənmədiyinə görə belə birləşmələri biz ismi birləşmə deyil, feili birləşmə hesab eləyirik.